Bu gözəl ev həyət evidir, bina evi deyil. Hər birini salamlayıram Xırdalan şəhərindən. Gözəl bir dənə evim satışa çıxıb, mərtəbə arası beton monolit, sənədi kupçası hazır əldə. İndi isə keçək evin çölündən başlayaq. İçindən başlayaq çünki çox qəşəngdir. Çöl ondan da yaxşı. Getdik çölünə doğru. Bu evin əsas belə deyim də həyətidir. Xudmani bir dənə həyəti var, sənədi kupça, paket kupça qaydasında dəyər sənədi. Padvalı var bu hissədən, yerdən kürsülüdür. Daxil olaq yenidən evə doğru. Həyətini göstərdim. Evə daxil oluruq. Bir dənə də bir söz deyim ki, əziz izləyicilərim. Baxın, ən önəmli cəhət budur ki, Xırdalanda 5 saylı məktəbin düz yanında yerləşir. Əsas yolun düz kənarındadır, yəni yaxındır məsafəsi. Burada yerləşir evin qonaq otağı, geniş, səliqəli, təmirdən yeni çıxıb, 4 bir tərəf cütdaş, mərtəbəsi beton monolit, qəşəng işıqları bəzəkli, spotları, gizli işıqları, ağ qapıları, hər şeyi hazır, hər şeydə ideal vəziyyətdə və 5 otaq. Yox, 6 otaq. 6 otaq. 6 otaqdan ibarətdir. Bir dənə də varındır, 5 otaqdır. Kladovkası buradadır. Hamam və tualeti burada yerləşir. Hər iki mərtəbənin ikisində də hamam sanuzel mövcuddur. Burada köməkçi otaqdır. Burada yerləşir evin mətbəxi. Bir dənə hava gəlir ki, buna bax. Bir dənə hava gəlir, ləzzət edir. Açsam pəncərəni. Qaydaq yenidən dəhlizə. Evdə işlər yekunlaşıb, son tamamlanma işlər gedir, qalxaq yuxarıya doğru. Buyurun Orçun bəy. Qalxırıq həmən ikinci mərtəbəyə. İkinci mərtəbəndə özünə məxsus geniş bir dənə dəhlizi var. Göstər o tərəflərdə. Və 4 dənə də otaqdır. Gəl bura. Otağın biri buradadır. Biri buradadır. Bax, göstər. Xudmani bir dənə otaqdır. Hamamı sanuzeli. Biri buradadır. Bir dənə də geniş otağımız burada yerləşir. Əziz və dəyərli izləyicilərimiz, 5 saylı məktəbin yanında ev axtaran müştərilərimizə yaxşı fürsəti. 2 dənə evim var burada, digərləri satılıb. Bir dənə də otaq buradadır. İri pəncərələrdir, ərazi hündür quru yerdir. Qəti nəmişliklə söz gedə bilməz, nə də mən elə yerdə ev çəkmirəm. Burada da evin sonuncu otağıdır. Satış qiyməti 115.000 manat. Real alıcı ilə qiymətdə danışıb razılaşmaq mümkün olacaq. Gəl yerində bax, danış, əziz izləyicim. Sağ ol.